Deməli, bu dərs sırf ismi birləşmələr haqqındadır. İsmi birləşmələr iki sözdən ibarət olduqda, yəni sözünsüz birləşmələrdə ikinci söz əsas olur. İndi sözünsüz birləşmədə ikinci söz əsas deyəndə, yəni məsələn deyirəm ki, mənim əsas sözüm birinci, station sözü ikinci tərəfdir. Yəni bu söz əsasdırsa nə olur? Xəbər ikinci sözə görə seçilir. Artiklın işlənib işlənməməsi ikinci sözə görə seçilir. Cup of tea. Burada da yenə tea'yə görə götürsəydik, tea sailmen ismi idi. Ondan artiklı işlənmir. Və ya bir birləşmədə yazaq. Məsələn, deyirəm ki, several bottle of juice. Burada several sözü sayılan isimdir. Sayılan cəm isimlərini işlənir. Ona görə bottle burada cəmlənməlidir. Olmalıdır bottles. Several bottles of juice. Sonra və ya məsələn yazırıq. Yəni bizim ikinci sözümüz əsasda. Sözünsüz birləşmədə əsas söz ikinci söz olur many news agencies. Yəni burada artiklın işlənib işlənməməsi əsasa görə seçilir. Xəbər əsasa görə seçilir. Sonra many, much, few, little, several işlənməsi yenə əsasa görə seçilir. Burada deyə bilərsiniz, advice sözündən to rəqəm işlənmir. Amma burada ikinci sözüm əsasdır. Mentor sayılan isim olduğuna görə, cəmdə olduğuna görə ondan to rəqəm işlənə bilir. Amma desəydim ki, advice sözü ikinci hissədədir. Yəni sayılmayan isimdir. Bunun qarşısında nə many işlənə bilməz. Bunun qarşısında nə rəqəm işlənə bilməz, nə few işlənə bilməz, nə several işlənə bilməz, nə də advice cəmlənə bilməz. Buna aid suallara baxaq. Məsələn, burada dördüncü sual. Dördüncü sualda deməli deyir ki, hansı düzgün? To information olmaz. Çünki information məlumat sözü sayılmır. And information olmaz. Çünki məlumat sözü sayılmır. Ona görə artiklından işlənmir. Pieces of information olmaz. Çünki pieces burada cəmdədir. Eynən işlənə bilməz. A few informations olmaz. Çünki information sayılmır. Olur some information. İkinci testim. Bax burada. Advice. Bizdə ikinci tərəf əsasdır. Advice söz sayılmır deyə eynən işlənə bilməz. A lot of advices olmaz. Advice söz sayılmır, cəmlənə bilməz. Pieces olmaz. Çünki pieces sözü cəmlənsə, qarşısında işlənmir, ona görə getdi. Some advice ola bilər. Some həm cəmlən işlənir, həm sayılmayanların. A piece of advice olar. Çünki dən sonra sayılan tək isim gəlib. 2-4 eləyir B variantı. A new furniture. İndi baxırıq. Burada sözünsüz birləşmədir. İkinci tərəf məsasında furniture sözü. Furniture sözü sayılmır. Eynən işlənə bilməz, getdi. Five furniture olmaz. Çünki furniture sözü sayılmır. Rəqəmlə işlənə bilməz, getdi. Furniture cəmlənə bilməz, gedir. Some furniture ola bilər. Sayılmayan isimlərin some işlənir. A piece of olar. Burada əsas sözün furniture yox. Piece nəyə görə? Çünki sözünlü birləşmədir. Piece də sayılan tək isim də eynən işlənə bilər. Comfortable furniture düzgünü. Çünki sayılmayan isimdir. Qarşısında falan yoxdur. Düzgünlük 2, 4, 6 eləyir Y variantı. Sonra başqa məsələn fərqlilərdə nəyə baxaq? Məsələn 11-ci sualda it is deyir. It is. Deməli mən burada tək isim götürməliyəm. Cəm yox, tək. Məsələn expensive computers olmaz. Useful information nəyə görə düzgün olmadı? Sözünsüz birləşmədi. Information sözü sayılmayan isimdir. Eynən işlənə bilməz, getdi. Sonra beautiful deyə olmaz. Çünki deyə burada qarşısında olmalıydı ki, təkdə olsun. Mən təkdə olan isim axtarıram itizə görə. Tools olsa təkdə olurdu.
mən də təksim axtarıram. Ona görə B variantda get, it is-ə görə təksim axtarım. A comfortable sofa düzdür. Sofa təkdədir. Eynində işlənib. Sayılan təksimlərin qarşısına mütləq A artiklı olur, eləyir. C variantı. Sonra amma burada bax they are deyir, məndən cəmsim gözləyir. Cəmsim tək yox. Handsome mən düzgündür. İndi niyə birinci düzgün olmadı? Bax söz önlü birləşmədi. Pair of trousers off var. P burada təkdədir. Mən Z-yə görə cəmsim götürməliyəm. Ona görə getdi. Useful pieces of news. Bu düzdür. News sayılmayan ola bilər, təkdə ola bilər. Amma bu söz önlü birləşmədir. Pieces cəmdə. Ona görə 2-3 düzdür. A strange person təkdir. Təkdir. Buna uyğun deyil. Çünki biz zeyarla cəm axtarırıq. Person təkdə olduğuna görə bu getdi. A brave police. Bu da düzgün değil. Çünkü polis sözü cəmsimdir, eynən işlənə bilməz. Ona görə düzgün cavab olur 2, 3 Y variantı. Bayaqki birləşmələrdən mənim yazdıqlarımdan biri kimi 17-yə baxaq. Many ilə information sözü işlənə bilməz. Çünki information sözü sayılmayan isimdir. Good information ola bilər. Several information olmaz. Çünki several sözü sayılan cəm isimlərin işlənir, getdi. A useful information olmaz. Çünki sayılan tək isimlərin işlənir, getdi. An information board. Burada amma söz önlüsüz birləşmədir. Board sözü əsasdır. Board da sayılan tək isimdir. Ənlə işlənmək düzgündür. Eləyir 2, 5. Cevap A variantı.